Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Ümumi Azərbaycanımızı, bütün qürbətdə yaşayan kardeşleri salamlayıram. Uca Tanrım her birinizi korusun. Deməli değerli kardeşler, gözəl insanlar, bu günləri Gəncə Mal Bazarından çəkiliş edirik. Ayın 6'sı 4. ay 2025-ci il. Aprelin 6'sı. Hal-hazırda olanları çəkək baxın. Qardaş bazarın olsun. Neçənci qarındır bu heyvanın? 4-cü. Balası erkək. Balası nə qədərlikdir? 5 aylıq. Boğaz döyük ki yenidən. Nə qədər baxdı? 3 aylıqda boğazdır. Sütü nə qədərdir? 8. Qiyməti 2700'ə. Hara malıdır? Göz, lap gözəl. Yok. Və körpəli vaxt nə qədər verir? Körpə. Yem verirsən? Nə yem verirsən? Arpa yarması. Allah xeyirli bazar versin. Kardeşim belə bir inəyi var. Balası da kişi oxşuyur. Neçənci qarındır bu heyvanın? İkinci balası. İkinci balasıdır. Sütü nə qədərdir? 3 əmcəyindən 7 litr. 3 əmcəyindən 7 litr. Qiyməti nədir? Qiyməti 23'e deyirəm qədər. 2300'ə. Hara malıdır? Tərtər malı. Qəhrəman tərtər. Salam olsun. Alan olsa yönləşərəm. Yəni aşağı yeri var. Aşağı neçəyə? İndi alıcı ilə razılaşarım. Allah xeyirli bazarını versin. Kardeşim belə bir inəyi var. Balası dişidir bunun. Neçənci qarındır bu heyvanın? 4. Sütü nə qədər? 10. Hara heyvandır? Hara heyvanıdır? Daşyasan. Buradan Daşyasandakı izləyicilərimizə salamlayıram. Qiyməti nədir qaqa? 2800. Neçənci qarın oldu? 3. Allah pazarını versin. 10 litre sütü var. Kardeşim o belə bir heyvanı var. Bu neçənci qarındır bu heyvan? 3. 3. Balası nədir bunun? Balası var yani. Deyəsən suyunu maylanmalı balası. Hara heyvandır? Laf gözəl. O gelsin hemsi. Qiyməti nədir? 34'e. 3400'ə. Qapı malındır. Yok alıp satıram. Allah çörəyini versin. Balası nə qədərlikdir bunun? Ay yarım. Hörünü almayıb yenidən. Sütü nə qədər dedin? 3'ündən 4'ündən. Dördünden. Onda 10 litrdir da 10 yəni. litre ben şarttan veririm. Allah xeyirli bazar versin. Yəqin ki videolara baxarsan. Böyle bakırık beğeniriz. Allah canınızı sağ eləsin. Ben eliyim. Ben eliyim. Bəyənən də sağ olsun, bəyənməyən də. Diyeceğim markım. Hacan? Yo. Gör nətər düşür? Nətər düşür o? Düşmür ha? Yəni Yazık vəziyyət çox yalandır da deyil işte o. 20 doğmuş şey deyil işte o. Daha mı baxıraq orada? Balası ağır filan üstündə bir yağlı heyvan diyor. Allah ya Rasul. Qaşay. Sağlam ol, gözəl oğlan. Bazarın olsun. Bunun balası erkək. Neçənci qarındır bu? Neçə? 2. Sütü nə qədərdir qaqam? 12. Balayla balasız.
Qiyməti 2800'e. Üstüne mi? 22'nin üstüne falan. Allah hayırlı bazar versin. Çəkək güzel bir videolar hazırlaya. Kardeşler için baksınlar. Görək bugünkü videomuza. Bax elə bir video çəkəcəm ki 1000 dənə bəyənməni görək bugün görə bilirikmi orada. Ondan sonra siz baxın görün nələr çəkəcəm. Kardeşim bax belə bir gözəl heyvanı var. Balası da suyunu maylanma. Abi bu neçənci qarındır? 3-cü qarı. 3. Sütü nə qədər data? Sütü 8 litr. 8. Balası neçə günlükdür? Balası 20 günlük. 20 günlük. Qiyməti Qiyməti 25'e de ta. 2500'dan. Allah yaxşı bir müştəri yetsin. Sağ ol. Simentaldan da dönmədi. Bəli. Elə 20 bala. günlükdə buzovu, baladan da savayı bu dəqiqə. Qurutma 8 litr. Göy ata çıxsa bir 10 litr verər də malə gəlir. 100%. Allah xeyirli bazar versin ata. Heyvan da qəhrəman tərtərdədir də yəni. Bazarın olsun. O belə bir balası da bozaq qulaqdır. Dişi. Ha, gözəl. Bu ne səncə qarında ata? 3-cü qarını balada 2 aylıqdır ta. Şimdi təmiz olmayan baladan savayı. Baladan başqa 10 litr. Qiyməti nədir? 3000 manat bütöy. Amma heyvan gözəl heyvandır. Şəxsiyyətli heyvandır. Gördüyünüz kimi. Gözəl qardaşlar. Allah xeyirli bazarını versin. Kardeşim belə bir inəyi var. Gördüyünüz kimi. Balası da neçə günlükdür bunun balası? Süddü bulama. Süt. Erkekli balası. Dişi. Sütü nə qədərdir ata? Baladan sabah 15 lira akşam sabah. Baladan başqa 15 litr. Kim alsa olsa şərtlə alacaq. Problem yok. Qiyməti nədir? 3 yarım. 3500 manat. Hara malıdır bu? Olur. Buradan tozdakı izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Allah xeyirli bazar versin. Kardeşim gözəl belə bir gözəl düyəsi var, cavan. 10 litr sütü, balası da dişidir. Neçə günlükdür balası? 12-13 gün. Sütü nə qədərdir bunun? 8-10 litr. Bala ilə balasız. Aha, yem verirsən də yəqin ki. Qiyməti nədir? 2800'e. Birinci neçənci qarındır? Birinci qarın. Düyadır, amma qəşəng şəxsiyyətli heyvandır, gördüyünüz kimi. Gözəl. Balası neçə günlük oldu? 12-13 günlük. Gözəl. Deməli dəyərli izləyicilərimiz, Gelford Belgalov Ağcabədidə 86 baş heyvan var. İnşallah Ağcabədidə olacağım. Bakarsınız. Kim istəsə yəni birbaşa əlaqə saxlasın. Kardeşim o böyle bir heyvanı var. Bu neçənci qarındır? Qardaş 4-cü balası. 4. Balası nədir? Qardaş. Neçə günlükdür balası? 27 verir. 7-8 günlük. Sütlü bulama. Qardaş təzə südə çeyirik. Təzə. 27 verilir. Onu özü çək. Qiyməti nədir? Amma 25'e deyirəm, 13 də südə deyirəm. Bala ilə qarışıq 13. Bir əmzəyən balaya verirəm, sündən sağıram olsun. Üçündən sağırsınız. Bəli, bəli.
Ne güzel. Ha, problem yoktu. Bu neçənci qarında tam? 5. 5. Beş. Balası nədir? Dişi balayla da qəşəng. Dişi balı ilə. Ha. Südü nə qədərdir? 9-10 litr. 9-10 litr şərtlə. Aha. Hara malıdır? Yoran boy. Buradan görən boydakı izləyicilərimizə salamlayırıq. Allah hər birini canı sağ. Qiyməti nədir? Qiyməti 23 yarıma deyirik. Real alıcı olsa 2350-yə. söhbət edirəm. Yəni razılaşma yolu var. Var. Allah hər birinizin xeyirli bazarın versin. Balası neçə günlük oldu? 4-5 günlük kuzu. Onda süd dövdü hələ ha? Yok keçir. 2 günlük keçir. 2 günlük keçib suda. Nə gözəl. Qəşəng maldı yəni. Ha, malına söhbət yoxdur qardaş. Allah xeyirli bazar versin. Gəl hə. Bu inəyini çəkə bilərəm. Sən özün inəyi çəkirəm. Nəyi təkcə? Narahat olma. Bu tarih vermeden bu nasıl? Salam qardaş. Bu neçənci qarındır? 4. Balası nədir? Erkek. Neçə günlükdür balası? Balası 10 günlük. Süddü bulama. Para malıdır. Şəmşir. Buradan Şəmkirdəki izləyicilərimizə salamlayıram. Allah hər birinin canını sağ eləsin. Qiyməti nədir? 2500. 2500-ə. Südü nə oldu? Sürdü 10 litr. Bala ilə balasız. Balasız. Kim sonsa şərtlə alacaq. Allah xeyirli bazar versin. Sağ ol, onu da çətin, o da bizim bu kırmızı. Hansı? O kırmızı. Boşdur, çəkim də. Bu. Ayman. Ayman oynayını çəksin. Çək aydan çək. Salam əleykum. Ayman o çək dursunlar ha. Beş aylık. Neçə olur? Arabalar. Arabalar değil yani istilah bir 5 ay arabada boğazdaydı. Yeni də neçənci qarındır bu? 4-cü. 4. Balası dişidir ha? Bu da çek. 5 aylıkta boğaz. 5 aylıkta boğaz. Bala değer. Qiyməti nədir? Kimi tamam. 2100 manat. Hara heyvandır? Şamçıların çönülü çek. Şəmkir rayonu Könüllü kəndi. Nə gözəl. Allah xeyirli bazar versin. Qaqa alıb satansan yoxsa Kapı mı arkadaş? qapı malı. Gözəl. Böyle yetişten ben sağlasın. Balalı balasız bir yerin altına toprakta iş peki koyuyor. Belə bir balalıdır. Böyle şu var abi. Bu neçənci qarındır? 3. Balası dişi ha? Südü nə qədərdir atam? Bala ilə balasız. Balasız 10 litr. Qiyməti nədir? 2900 manata. Balası kişidir. Neçənci qarındır bu? İkinci qarın. Südü nə qədərdir? 15 litr. Bala ilə balasız. Balasız bir balası. 15 litr. Qiyməti nədir? 39'a. 3900'a. Allah xeyirli bazar versin. Bax belə bir inəyi var. Şey. Var ya soğudu ondan işte. Bu neçənci qarında ata? İki balası dişi ha? Südü nə qədərdir? Bala ilə balasız? Yok 3 məmədə. Qiyməti nədir? 2900'a. Allah xeyirli bazar versin. Hara malıdır? Hara malıdır? Görəm bu. Gözəl. Hayır onu da çek. Çəkəcəm.
Bunun balası dişi də erkək. Ha qaqam? Dişi. Neçənci qarın? 3. Sütü nə qədərdir? Balı ilə balasız? O balasız. Balasız 10. Onun canına təmiz ol eti südü var. Qiyməti nədir? 2500 lira. Balası neçə günlükdür bunun? 25 gün. Gözəl. Olanları çəkək. O neçənci qarındır? 2-cü. Balası dişi. Sütü nə qədərdir? 7 litr. Qiyməti nədir ata? 2000. Hər heyvanlı? Buradan Daşkəsəndəki izləyicilərimizə salamlayırıq. Allah hər birinin canını sağ eləsin. Allah xeyirli bazar versin. Gəncə mal bazarı. Allah sağ müəllimin canını sağ eləsin. Gözəl, akkuratlı, xudmanlı bir bazardır. Erkəkdə dişi bu. Neçə deyirsən? 780. Neçə aylıqdır bu? 5 aylıq. 700. Onlar neçə deyirsən o cütləri? 1100 nə? Onlar neçə aylıqdır? 6 aylıq. Allah xeyirli bazar versin. Dişi dana çalar. Neçə deyirsən bunları qardaş? Bəli. 900 ilə. Yanlaşmısan abi. Yox, yox, YouTube'a çəkirik. Kampanya süre, belə kampanya heç kim olmaz. 900 neçə dedin? 900 ilə. Allah xeyirli bazar versin. Qaqam sən neçə ilə deyirsən? Çəkək də. Neçə deyirsən? 1050 ilə. Neçə aylıqdır bunlar? 8-9-1 yaş. Cürbəcür qiymətləri var. Yaşları var. Hamısı dişidir ha? Hamısı dişi. Hardan da gətirmisiniz? Bərdədən. Ha, lap gözəl. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Elə güclü hazırlıq yoxdur, zəif. Allah xeyirli bazar versin. Bazarın olsun. Çox sağ ol. Ay, bir mütəv. Gəndəlaşır. Yox sən, sən. Problemi var. Peki sən çək. Bəlkə də sən çəkin. Bu ki mən. Niyə? Borcum var Neçə deyirsən bu danaları? 1050 manatla. Neçə aylıqdır bu danaların? 1 yaşı? Hardan gətirmisən bunları? Yoran boyda. Ha, laf gözəl. Allah xeyirli bazarını versin. Baxırsan mı videolarımıza? Baxın, baxın. Olan şeydir. Ben de olmayayım kardeş. Ön güzel. Bəli, bəli. Mən elə hər yerdə çəkirəm. Nə İstanbul? Azərbaycan. Bazarınız olsun. Kardeşim belə bir inəyi var. Balası dişi də erkək bunun? Dişi. Neçə günlükdür balası? Ay yarımlıq. Neçənci qarın? 4. Sütü nə qədərdir? 13 litr. Balı ilə balasız? Balı ilə. Qiyməti nədir? 3300. Allah xeyirli bazar versin. Balası da burada.
güzel bir video roliki hazırlayaq. Bax. Bazarın olsun. Kiminde bu sizin? Hadi hoca. O balası bunundur. Ben de bunu ne diye takdim edeyim? Balası maşının içinde. Ne sancı kalındı bu kakam? 4. Sütü ne kadardı bunun? Ha? 10 litre. Kıymeti nedir? 1950. Toz malı. Güzel. Bak bu ne sancı kalındı? O 7. Sütü ne kadardı? 6 litre. Akşam səhər. Balası hansıdır? O erkek. Bu da o maşına bağlanan erkek. Bala ilə 6-7 litre yoksa baladan başka? Güzel. Allah xeyirli bazarını versin. Bak bunlar kimindir? Ömre verim. Verəysən. Burada satılıb. Allah xeyirli bazarını versin. Gelmek isteyen firmaya da buyurup gelmek isteyen. Allah canını sağ eləsin. Bazar olsun. Neçənci qarındı bu? O birinci qarnadır. Balası çişi? Aha. Neçə günlükdür balası? Balası onlar 10 günlük. 10 gün. Süddü bulama. Süddü, süd. Hara heyvandır? Yerim bu, tam qarnadır. Xan qəlbən. Qiyməti nədir? Qiyməti 2350-yə. Bəli, bəli. Totu kişinə atarsan. Zoyların qiymətini denən. Valla 500 manatdan 700 manata. 500'lüyü də göstər, 700'lüyü də göstər. 500'e böyle karalardı, bozlardı, 700'e buldular. 700'ə. Bunlar neçə günlükdür? Bir həftəlik 10 günlük. Ha, lap gözəl. Gözəl yerim. Erkəkdə dişi bunlar. Qarışıqdır. Qiymətlər dişi erkəkdə fərq edir, yoxsa böyük günlükdür? Yoktu, buzoya bak. Aha, gözəl. Xeyirli olsun. Sağ ol, Allah kömək olsun. Salam aleyküm. Salam ay Tahir. Deməli dəyərli qardaşlar, bax, orada izləyicilər yazırdı ki, biz oy bazarında çəkiliş eləmirsən. Çəkirik, gözəl zoyları. Qiymətləri də ki, qardaş, deyiləcək hamısı. Bozaq qulaqdan tutmuş, simentala qədər, ondan mərəzə qədər var. Allah xeyirli bazar versin. Sağ ol kardeşim. Qiymətlərin denən, aşağıdan yuxarıya denən. 550'den 1100 manata. İndi 550'lik biz oyunu da göstər. 1100 olan biz oyunu da göstər. 550. Yok Erkəkli dişi. bu çiğdi bu erkek. İkisi de 550'ye. Ha, bunlar neçə günlükdür? 20 günlük, 25 günlük. 20-25 günlük. Evet, Abdullah 1100 manat. Təmiz ağqulaq. Temiz, Asya. Bu da 1100 manat. Melez. Erkək dişi fərqi var. Çiğdiler, damazı tutuyorlar. Çiğdi. Erkeği de var, emin manat. Gözəl. Onun kalpı. Bax belə bu zoylardır. Hər qiymətə var. Amma qəşəng. Bozaq qulaqlar var. Qəşəng simental var, mələz var içində. $550'den ağzı yuxarı başlayır da, yəni yuxarı qiymətlərə. Sizler için böyle bir güzel video rolik hazırlayacağım. Ama görək bugünkü videomuza ne kadar bəyənmə gəlir. Bir dənə mənim üçün çox maraqlıdır. Sizin için böyle həqiqi möhtəşəm bir video çəkib hazırlayacağım.